Salam əziz biologiya sevərlər. Elə indicə sınaq yoxluyordum. Baxdım, gördüm ki, çox adamın səhv etdiyi nüans hansıdır? Deməli, toxum, qoza, meyvə yanlığı bunların hansı birinci yaranıb deyə testlər vardı müxtəlif formatda və orada səhvlik çox etmişdilər. Baxın, toxum yarandı toxumlu qıcılarda. Toxumlu qıcını görüb qıcı kimlər şöbəsinə getməyin. Toxumlu qıcı çılpaq toxumlar şöbəsinə daxildir. Deməli, birinci yarandı toxum. Çılpaq toxumlar şöbəsində iynə yarpaqlılar da var. Yəni qoza anlayışı əsasən iynə yarpaqlılara aiddir və bilirsiniz ki, iynə yarpaqlılar daha sonra yaranıb. Paleozoik erasının Devon dövründə yaranıb, deməli çılpaq toxumlar şöbəsi yavaş-yavaş nümayəndələr yaranmağa başlayır. Paleozoik erasının daş kömür dövründə yarandı. Deməli, iynə yarpaqlılar, bax, daş kömür sonradır da, Devondan sonra yaranır. Daha sonra Mezozoik erasının təbaşir dövründə yaranır örtülü toxumlar. Örtülü toxumlarda artıq çiçək, saplaq, yataq, meyvə yanlığı, yəni triploid endosperm, erkəkcik, dişicik, bax bunlar hamısı ən sonra yarandı. Yəni ən müasir şöbə hesab olunur. Bildiniz, çılpaq toxumlar şöbəsində o yumurtacıqdan ki keçir mayalanma zamanı spermi daxil olmalıdır. Bax orada bir borucuq yaranır. Mikropeli dəliyindən bir borucuq yaranır dəliyində və tozcuq borusu orada yaranır. Ona görə deyirik ki, tozcuq borusu yaranıb çılpaq toxumlarda, küləklə tozlanma, çarpaz tozlanma yaranıb çılpaq toxumlarda, amma həşəratla tozlanma, digər tozlanma növü də yaranıb harda? Deməli, örtülü toxumlularda. Deməli, toxumu birinci götürün, qozanı sonra götürün, meyvəni də qozadan sonra götürün. Ardıcıllıq belədir. Bu qədər. Gördüm, səhv eləmişsiniz, ona görə dedim. Üzrlə hesab edin, bir qədər yorğunam. Belə dinlədiyiniz üçün təşəkkür edirəm.